Respublikaçılar Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi İsa Qəmbər. Təşəkkür edirəm. Fürsətdən istifadə edib tamaşaçılarımızı və bütün xalqımızı salamlamaq istəyirəm. Çox maraqlı bir situasiya yaranıbdır. Hakimiyyət öz maraqlarını təmin etmək üçün referendum keçirtmək istəyir. 29 maddəyə 41 dəyişiklik həyata keçirtmək istəyir, dəyişiklik və əlavə. Və bunlar barədə danışmaq üçün bizlərə hər təşviqat qrupuna 40 dəqiqə vaxt ayırır. Belə çıxır ki, hər əlavə və dəyişiklik barədə fikir bildirmək üçün bizim cəmsi 1 dəqiqə vaxtımız var. Özü 40 əlavə və dəyişiklik. Biri kənarda qalır. Görünür, o kənarda qalanda yəqin ki, eyni şəxsin birinci dəfə, 2 dəfədən artıq prezident seçilə bilməməsi haqqında müddianın ləğvi ilə bağlıdır. Yəni, bu absurddur. Bu qədər ciddi məsələlərin müzakirəsi üçün bu qədər az vaxt ayrılması absurddur. Mən burada edilən çıxışlara diqqətlə qulaq asdım və təbii ki, həmkarım və müttəfiqim Sərdar Cəloğlu ilə razıyam. Biz hər ikimiz Qarabağ və Respublika uğrunda vətəndaş hərəkatını təmsil edirik. Bu hərəkatı Azərbaycan aparıcı siyasi partiyaları birgə yaradıblar. Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokrat Partiyası, Liberal Partiya, Ümid Partiyası, Milli Demokratik Partiya və digər siyasi qüvvələr və ölkənin aparıcı qeyri-hökumət təşkilatları birgə yaradıblar. Və bu hərəkatın səyləri ilə, bu hərəkatın tərəfdarlarının fədakarlığı nəticəsində hakimiyyətin bütün müqavimətinə baxmayaraq 2 təşviqat qrupu qeydə alınıbdır. Sərdar bəyin təmsil etdiyi Qarabağ Respublika uğrunda təşviqat qrupu və mənim təmsil etdiyim Respublikaçılar təşviqat qrupu. Respublikaçılar təşviqat qrupu müsavatçıların təşəbbüsü ilə yaranmış bir təşviqat qrupudur. Təbii ki, Böyük Məhəmməd Əmin Rəsulzadənin qurduğu bir partiyanın üzvləri Böyük Məhəmməd Əmin Rəsulzadənin qurduğu cumhuriyyətin taleyinə biganə qala bilməz və təbii ki, bu cumhuriyyəti qorumaq, bu cumhuriyyətin dəyərlərini qorumaq bizim müqəddəs vəzifəmizdir və biz bu borcumuzu, vəzifəmizi hər zaman icra eləmişik və yenə də icra eləyəcəyik. Referendum barədə danışılası çox məsələlər var və təəssüf ki, yenə təkrar edirəm, zamanımız çox məhduddur. Ona görə öncədən 3 əsas fikrimi ifadə eləmək istəyirəm ki, birincisi, burada deyildiyi kimi, bu referendum qətiyyən xalqın sifarişi deyil, qətiyyən sosial sifariş deyil. Bu, Əliyev rejiminin maraqlarına xidmət edən, onların sifarişi ilə həyata keçirilən bir referendumdur. Yeri gəlmişkən bir maddəyə diqqət edin. 29-cu maddə mülkiyyət hüququ haqqında maddəyə dəyişiklik təklif olunur və maddə ilə ondan başlayır ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Və burada bir-iki söz maddədən çıxarılır. Gedin siz xalqdan soruşun görək. Xalqı bu maddədən bir-iki sözün çıxarılması, yasaqlanılması narahat edir, yoxsa bugün xalqın düşdüyü vəziyyət narahat edir. Gedin Qanlıgöl ətrafındakı yaşayış masivində evləri sökülməyə başlayan qaçqınlardan, köçkünlərdən, didərginlərdən soruşun ki, onları qanları ilə, dırnaqları ilə əziyyət çəkib, axırıncı qəpiklərlə tikilər evlərin, hansısa məmurun, hansısa hakimiyyət oliqarxının maraqlarını təmin etmək üçün söktüyü, dağıtdığı evin taleyi narahat edir, yoxsa konstitusiyanın hansısa müddəasında hansısa sözün çıxarılması. Bu təkcə Qanlıgölə aid məsələ deyil, Sultəpə yaşayış masivində də eyni vəziyyətdir və ölkə üzrə yəqin ki, yüzlərlə belə nümunəni siz özünüz də hamınız çox yaxşı bilirsiniz. Bu, xalqın bu ağır vəziyyətində, torpaqlarımızın önəmli bir hissəsi işğal altında olarkən, ölkədə iqtisadi vəziyyət həddindən artıq mürəkkəb olarkən, ölkədə rüşvətxorluq, korrupsiya, monopoliyalaşma baş alıb gedərkən və dünyadakı iqtisadi böhranın Azərbaycana çox ciddi problemlər yaratdığı bir dövrdə və artıq bütün xalqımız həmin böhranın nəticələrini hiss eləməyə başladığı bir dövrdə bu böhranın yaratdığı problemləri həll etməyə vəzinə, xalqın problemləri ilə məşğul olmağa vəzinə, hakimiyyətə lazım olan maddələrin dəyişməsi ilə məşğul olmaq təbii ki, xalqın maraqlarına ziddir, Azərbaycanın maraqlarına ziddir. İkinci qeyd etmək istədiyim fikir, bu referendum Azərbaycanın maraqlarına qətiyyən cavab vermir, Azərbaycanın maraqlarına köklü sürətdə ziddir. Bu referendum Azərbaycanı geriyə aparır, 19-cu əsrə aparır, feodal dövrünə aparır və bununla da Azərbaycanın 21-ci əsrə irəliyə doğru hərəkətinə çox ciddi problem yaradır. Azərbaycanın beynəlxalq nüfuzundan, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə sarsıdıcı zərbələr vurur və bu da Azərbaycanın bütün problemlərin həllinə, o cümlədən də hamımızı narahat edən işğal olunmuş torpaqlarımızın azad edilməsi məsələsində həlləyici dərəcədə ciddi problemlər yaradır və yaradacaq. Üçüncü qeyd etmək istədiyim məsələ bu referendumun qeyri-qanuni olması barədə. Bu barədə artıq burada qeyd olundu. Bu tamamilə bir mənalı bir məsələdir. Heç bir başqa burada ikinci fikir ola bilməz. Konstitusiyanın 158-ci maddəsində bir mənalı şəkildə yazılıb ki, bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar
Azərbaycan Respublikasının konstitusiyasına əlavələr təklif edilə bilməz. Bu, konstitusiyanın birbaşa maddəsidir, 158-ci maddə. Açın, referendumla bağlı təklifləri, əlavə və dəyişiklikləri baxın. Birinci bölməyə xeyli əlavələr təklif olunur. Bu bir məsələ. İkincisi, burada qeyd olundu. 156-cı maddə. 156-cı maddəyə görə konstitusiya əlavələr yalnız və yalnız Milli Məclisin konstitusiya qanunları şəklində qəbul edilə bilər. Bu dediyimiz müddəa ilə bağlı biz Vətəndaş Hərəkatı adından Konstitusiya Məhkəməsinə müraciət etmişik. Təəssüf ki, bugünə qədər onlardan biz cavab ala bilmirik. Və bu müddəa ilə bağlı diqqət yetirmişsinizsə, ölkədə özünə hörmət edən heç bir hüquqşünas fərqli fikir söyləyə bilməyib. Hörmətli, savadlı ekspertlər, hüquqşünaslar bu məsələ ilə bağlı ya susurlar, ya da çox ehtiyatlı şəkildə belə bir problemin, hüquqi problemin olduğunu etiraf edirlər. Əgər kiminsə buna şübhəsi varsa, Konstitusiya Məhkəməsinin qərarını diqqət yetirsin. 24 dekabrda Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara diqqət yetirin. Həmin qərarda qərar özü Konstitusiyaya dəyişikliklər edilməsi haqqında qərar adlanır. Çünki Konstitusiya Məhkəməsində hər halda bir neçə nəfər savadlı hüquqşünası var. Onlar başa düşürlər ki, konstitusiya əlavələr referendum yolu ilə həll edilə bilməz. Ona görə də onlar öz sənədlərinin adında əlavə sözünü istifadə eləməyiblər. Bu məsələ, yəni bir daha təkrar edirəm ki, gün kimi aydın bir məsələdir və məhz buna görə də biz hesab edirik ki, bu referendum dayandırılmalıdır və əgər kiminsə referendum keçirmək fikri varsa, yenidən başlamalıdır. Qanunun tələblərinə, konstitusiyanın tələblərinə uyğun şəkildə bu prosesi başlamalıdır.